Sual verilir ki, belə şey varmı ki, uşağın xəstələnməsi valideynlərin günahına görə olur? Bəli, ola bilir. Ola bilir. Yəni, insanın etdiyi günahlara görə onun özünə, malına, evladına da müsibət, yəni üz verir. Ki, bu da sözsüz ki, insanın Rəbbinə dönməsi üçündür. وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُ عَنْ كَثِيرٍ. Allah Teala buyurur ki, sizin başınıza gələn hər bir müsibət qazandığınız günahlara görədir. Yəni Allah Teala çoxundan keçir. Hətta insan özünə üz verən xəstəlikləri belə yaxşı olar ki, günahlardan görsün və dərhal tövbə etsin. Yəni heç bir şey boş yerə olmur. Yəni bəzən olur ki, birbaşa dərəcənin qalxması üçün də ola bilər. Amma bu boyda günahlarla yanaşı, yəni bunu da düşünmək biraz uzaqdır. Ona görə yaxşı olar ki, insanın hər hansı bir müsibət üz verdiyi zaman günahlardan görərək tövbə etməsi, istiğfar etməsi. Çünki Allah Teala istəyir ki, o müsibəti göndərməklə qulları özünə tərəf dönsün, yalvarıb yaxarsın. Rum surəsində Allah Teala buyurur ki, "Zaharal fesadu fil berri vel bahri bima kəsəbət əydin-nas." Quruda və suda pozuntu ortaya çıxdı insanların qazandıqlarına görə. Pozuntu deyildiyi zaman zəlzələlər, sudakı zəlzələlər, tsunamilər, quraqlıqlar, daşqınlar, leysanlar, hətta müharibələr pozuntuya aiddir. Nəyə görə çıxır? Bimə kəsəbət əydin-nas, insanların əlləri ilə qazandığı günahlara görə. Liyuziqahum ba'dallazi amilu. Allah Teala bununla onlara etdiklərinin bəzisini daddırır ki, la'allahum yarciun, onlar qayıtsınlar deyə. Yəni biz 1000 dənə günah ediriksə, o 1000 günahdan bəzisinə görə Allah Teala müsibət göndərir ki, insan, yəni biz Rəbbimizə tərəf dönək, tövbə edək, qayıdaq deyə. Başqa ayədə isə buyurur ki, وَلَوْ يُؤَاخِذُ اللّٰهُ النَّاسَ بِمَا كَسَبُوا مَا تَرَكَ عَلَى ظَهْرِهَا مِنْ دَابَّةٍ. Əgər Allah Teala insanları qazandığı günahlara görə və zülümlərinə görə cəzalandırsaydı, yaxalasaydı, yer üzərində canlı belə qalmaz. Yəni bizim etdiyimiz hər bir günaha görə Allah Teala əzab göndərsəydi, heç bir canlı qalmazdı. Nə insan, heç başqa canlılar da qalmazdı. Yəni Allah Teala o bəzisinə görə göndərir ki, insan ayılsın, tövbə etsin. وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ. Biz onları əzabla yaxaladıq, onlar nə Rəbbinə itaəti artırdılar, nə də yalvarıb yaxardılar. Kimi ki qəlbi diridir, qəlbində həyat var, görürsən ki, tövbə edir və bilir ki, bu boş yerə gəlmədi. Onun ayılması üçündür, Rəbbinə tərəf dönməsi üçün. İnsan ibrət alır qəlbində nə qədər ki həyat. Amma kim ki artıq qəlbi ölüb, o azlığında daha da irəli gedir, davam edir. Və sonra da isə əzab gəldiyi zaman heç ona möhlət də verilmir. Necə ki Allah Teala Ənam surəsində buyurur: "Fələulə idca'ahum ba'suna tadarra'u." Kaş ki bizim əzabımız onlara gəldiyi zaman onlar yalvarıb yaxarardılar. "Velakin qasat qulubun." Lakin onların qəlbləri sərtləşdi. "Və zeyyənə lehumuş-şeytanu ma kanu ya'malun." Və şeytan onlara etdiyi əməlləri gözəl göstərdi. Yəni burada keçirir ki, lakin onların qəlbləri sərtləşdi. Bu onu bildirir ki, qəlbin sərtləşməsi insanın tövbəsinə mane olur. Nə üçün onlar tövbə etmədilər? Yəni qəlblər sərtləşdiyi üçün. Nə vaxt ki insanın qəlbi daşlaşır, sərtləşir, müsibət də gələndə tövbə etmir. Və sonra Allah Teala növbəti ayədə buyurur: "Fələmmə nəsu mə zukkiru bihi fətəhnə aleyhim əbvabə kulli şey." Nə vaxt ki onlar bildiklərini əməl etməyi tərk etdilər, biz onlara hər şeyin qapılarını açdıq. Yəni hər bir tərəfdən onlara elə bir ki, zahirən nemətlər gəlməyə başladı. Hətta izə fərihu bimə utu əxəznəhum bəğtətən fəizəhum mublisun. Və onlara verilənlə sevindikləri zaman biz onları qəfildən yaxaladıq. Onlar məyus halda qaldılar. Yəni onlar elə bilirlər xeyir içərisində artıq qapılar açılıb, istədikləri şeyə əlləri çatır və onda artıq elə bir müsibət, bəla, əzab gəlir ki, onlar heç tövbə də edə bilmirlər. Ona görə ki, nə qədər gec deyil, insan hər hansı bir müsibət gəldisə, yəni dərhal onu tövbə ilə, Allaha yalvarmaqla qarşılama. Əgər tövbə ilə Allaha yalvarmaqla qarşılayarsa, onda o müsibət onun haqqında bir nemətə çevrilər.